Bəli, Qafqazın ən nadir abidələrindən olan Diri Baba türbəsindən danışacağıq indi. Sıldırım qayaların qoynunda qərar tutan bu məkan hansı sirləri özündə gizlədir? Gəlin bir yerdə izləyək. Şəbəkəyə fikir verək, burada 8 guşəli ulduz var. Bunların hər birinin öz simvolik anlamı var. Bu 8 guşəli ulduz cənnətin 8 qapısına işarədir. Bu isə həm 4 səmavi kitaba ehtiva edir, həm də ki cəhətləri ifadə edir. Buranı tikən memarın adı Ustad bin Hacı olub. Bura abidənin birinci mərtəbəsidir. Bu gördüyünüz otaq namazgah adlanır. Vaxtilə də burada namaz qılınıb ibadət olunub. Hal-hazırda da gələn ziyarətçilər, inançlı insanlar burada namaz qılırlar. Abidanın unikallığı ondan ibarətdir ki, fikir verin, mağaradır, abidə mağaraya söykənli vəziyyətdə tikilib. Bax, bu da Diri Baba türbəsinin memarlıq abidəsi baxımından fərqli bir abidə olduğunun göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər hətta mağaralarda, qayada buranın enerjisinin müsbət olduğunu vurğulayaraq meditasiya edirlər. Biz abidənin tikilişinə fikir verəndə qeyri-adi ilə rastlaşırıq. Çöl hissədən baxanda günbəz görsənir, üstəki günbəz. Lakin içəridə də fikir verin, birinci mərtəbədə daxili günbəz tikilmişdir. Bu bir daha onun memarlıq üslubunun necə möhtəşəm olduğunun göstəricisidir. Buranı görmək mənim üçün gözlənilməz oldu. Elə bilirdim burada sadəcə mağara görəcəm. Amma qədimliyi xatırladan, tarixə qərq olmağa imkan verən çox maraqlı bir məkan gördüm. Bu gördüyünüz hücrə Diri Baba adlandırdığımız şeyxin hücrəsi olur. Yəni o şeyx burada inzivaya çəkilib, burada dualarını edir. Nədən Diri Baba türbəsi adlandırılır? Çünki həmin şeyx öldükdən sonra uzun müddət bədəni çürüməyib, ona görə də yerli cəmaət hesab ediblər ki, bu diridir. Bu gördüyünüz qəbirstanlıq Diri Baba türbə kompleksinin tərkibinə daxil olan qədim qəbirstanlıqdır. Baş daşı dik olan qəbirlər 17-18-ci əsrlərə aiddir. Batan qəbirlər isə daha qədimdir. Hətta ehtimal olunur ki, burada Diri Baba türbəsinin ətrafındakı mağaralarda ibadət edən, inzivaya çəkilən dərvişlər, sufilər burada dəfn olunurlar. Diri Baba türbəsinə vaxtilə dünyanın müxtəlif ölkələrindən məşhur səyyahlar gəlib. Məsələn, 1636-cı ildə Alman səyyahı Adam Olyarı Diri Baba türbəsində olub. O buranın həm rəsmini çəkib, qravürünü çəkib, həm də bura haqqında qeydlər götürüb. Eyni zamanda 1647-ci ildə məşhur Osmanlı səyyahı, Türk səyyahı Evliya Çələbi burada olub. Evliya Çələbi səyahətnamə əsərində Diri Baba türbəsi haqqında geniş məlumat verir. O vurğulayır ki, mən burada olanda o çürüməyən bədəni öz gözlərimlə gördüm. Hətta heyrətini gizlətmir. Deyir ki, saç-saqqal olduğu kimi qalmışdı. Sağ insan təsiri bağışlayırdı. Bu gördüyünüz abidə Diri Baba türbəsi adlanır. Diri Baba türbəsinin 623 yaşı var. Yəni 7 əsrlik tarixi abidədir. Abidə 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə tikilib.
I'm discovering İlk this place. dəfədir Azərbaycanda oluram. Bura qərblə şərqin qarışığıdır. Ona görə də mənə çox maraqlı gəlir. Hazırda mağaraları gəzməyə gəlmişəm. Bu mənim üçün fərqli mədəniyyətlə tanış olmaq imkanıdır. Pilləkənlərə fikir verin. Bu pilləkənlərin quruluşu Qız Qalasını pilləkənlərin xatırladır. Çünki hər ikisi Şirvan memarlıq abidəsinin nümunəsidir. Yeri gəlmişkən bu möhtəşəm kadrlara görə və tariximizi yaşatdığına görə, bizə də təbliğ etdiyinə görə operatorumuz Cavanşir Seyfəddinoğluna da təşəkkür edirik. Beləcə bugün verilişimizin də sonuna çatdıq. Sabah 9:00-da yenidən sizi gözləyəcəyik. Özünüzə yaxşı baxın, sabaha qədər.